Çayınızı, kofenizi hazırlayın, gelin. Uzun video olacak. Blogerlərin hamısında iPad var. Üniversitede planşet, iPad önəmlidir mi? Bu da short geyinmək olmaz. Üniversitede necə hazırlıq edək? Ağ xalat, dəftər, kitab, dırnağa geyinmə falan qarşılar mı? Salam, üniversitede yaxın kirayə qiymətləri necədir? Praktika neçənci kursdan başlayır? Salam, kanalıma xoş gəlmisiniz. Mən Səmra. Instagramda bir sorğu paylaşdım və sizdən xahiş etdim ki, universitet haqqında sizə maraqlı olan sualları mənimlə bölüşəsiniz və mən YouTube'da sizinlə söhbətləşim. Suallarınız üçün təşəkkür edirəm. Sualları göndərmisiniz. Belə bir sürü sualım var. Burada DM'lər var. Xahiş ediblər ki, göstərmə. Ona görə DM'ləri göstərmirəm, amma sualları sizin üçün cavablandıracağam. Ümid edirəm sizin üçün də maraqlı videolar. İlk sualımla başlayıram. İnşallah qəbul olsaq universitetdə necə hazırlıq edək? Ağ xalat, dəftər, kitab, hər şey daxil. İnşallah universitetə qəbul olarsınız. Ağ xalat məcburidir. Ağ xalat, kalpak mütləq ilk gün gətirin. Ola bilər ki, anatomiya dərsi olsun ilk saatlarda. Ümumiyyətlə həmin gün anatomiya dərsi ola bilər. Ya xalat onsuz da preklinik fənlərin hamısı tələb edir. Ümumiyyətlə heç klinikaya dəxli olmayan, preklinikaya dəxli olmayan fənlər də, qeyri-tibbi fənlərdə xalat tələb edirlər. Yəni xalat gətirməyiniz mütləqdir. Universitet ətrafı mağazalardan əldə edə bilərsiniz. Mən birinci kursdan bəri eyni xalatı istifadə edirəm. Ən ucuzunu almışdım. Hələ də istifadə edirəm. Mən hətta birinci kursda hər gün yuyurdum xalatımı. İndi həftədə bir dəfə yuyuram. Yəni ən ucuz xalatı alın və istifadə edin. Mən Doktor Stildən almışdım bu arada. Sağ olsunlar. Həqiqətən keyfiyyətli xalat imiş. Dəftər, kitab daxil dedikdə də, yəni kitab onsuz da nə kitab gətirəcəksiniz? Kitab gətirməyin. Dəftər gətirin özünüzlə. Bir not dəftəri gətirsəniz yaxşı olar və qələm gətirin. Bu qədər kifayətdir. Dostlar, videoda bunu bildirməmişəm, lakin üstünə əlavə səs yazaraq bildirmək istədim ki, sizə kitabxanadan kitab götürməyə tələsin. Çünki kitab sayısı kifayət qədər deyil, lakin tələbədə çoxdur. Ümumiyyətlə tələsin kitabxanadan kitab götürməyə. İlk gün hansı fənni keçmisinizsə gedin götürün. Xüsusi olaraq Şadlinski Atlasdır, anatomiya kitablarıdır. Adətən tez bitir. Ümumiyyətlə, qrup yoldaşlarımın hamısı xalat kalpakla gəlmişdi. Xalatsız, kalpaksız gələn xatırlamıram. Keçirəm ikinci suala. Salam, universitetə yaxın kirayə qiymətləri necədir? Universitetə yaxın kirayə qiymətlərin haqqında sizə deyə bilərəm ki, bu sual üçün rəfiqələrimdən maraqlamışam. Mən ailəmlə yaşayıram. Amma kirayə ev qiymətləri gənclik ərazisində 600 manata da var. Məsələn, 3 otaqlı evlər səhv eləmirəmsə 600 manat olmalı idi. Elə bölüşüb qızlar qalırlar, 2 otaqlılar falan. Belə qiymətlər bu aralıqda dəyişir. Ev tapmağa tələsin, çünki evlər qalmayıbdır. Demək olar ki, heç mənim öz rəfiqələrim, qrup yoldaşlarım indi tapa bilmirlər, evlərini dəyişmək istəyirlər, ev yoxdur. Öz tanıdığınız, öz rayonunuzdan olan, ya birlikdə hazırlığa getdiyiniz uşaqlarla danışıb elə kirayə ev tutmağınız, öz tanışlarınızla birlikdə bir evdə qalmağınız daha məsləhətdir. Salam, praktikada hansı çətinliklər gözləyir bizi? Praktikada sizi gözləyən çətinliklər, ümumiyyətlə, öyrənməyə çalışın, hər şeyi özünüz cəhd eləməyə çalışın. Kimsə gəlib əlinizdən tutmayacaq, gəl mən sənə öyrədim bunu. Yox, özünüz öyrənməyə çalışmalısınız. Özünüz çoxlu praktika etməlisiniz, çoxlu praktikaya getməlisiniz yay aylarında. Bu dediyim kimi tələbənin özündən asılıdır. Digər videoda demişəm. Digər sualımız, salam, universitetdə dərslər neçə saat çəkir? Məlumat verərsiniz zəhmət olmasa. Salam. Universitetdə dərslər, deməli 4 dərsimiz və 3 dərsimiz ola bilər. 4 dərs saat 4-də bitir, 3 dərs saat 2-də bitir. Ümumiyyətlə dərs cədvəlimiz belədir, 8:30-da başlayır dərs. 2-də və 4-də bitir. Dərslərimiz qeyri-tibbi fənlər, səhv etmirəmsə, yeni qəbul olanlarda 80 dəqiqə ilə olmalıdır. Amma biz klinik fənlərdə 80 dəqiqədən sonra heç kim bizi ötürmür. 90 dəqiqə biz otururuq dərsdə və yarım saat tənəffüsdür. Ona görə bizdə dərslər belə gec bitir. Siz bunu nəzərə alaraq universitetə gəlin. Digər sualımıza keçinəm. Salam, ATU-da ancaq tibb tələbələri magistr təhsili ala bilər. Salam. Tibb universitetində kliniki psixologiya deyə bir ixtisas var və kliniki psixologiya ixtisasında Bakı Dövlətin, ümumiyyətlə digər universitetlərin psixologiya 4-cü qrupdan daxil olunan psixologiya ixtisasını bitirən tələbələr təhsil ala bilərlər.
və biologiya üçün də səhv etmirəmsə mikrobiologiya ixtisası olmalıdır. Bu haqqda tam dəqiq Tibb Universitetindən zəng vuraraq əlaqə saxlaya bilərsiniz. Tam dəqiq öyrənə bilərsiniz. Salam, sualım yoxdur, sevərək izləyirəm. Uğurlarınız bol olsun. Çox sevinirəm belə şeylər gördükcə. Çox sağ olun, minnətdaram. Öpürəm, qucaqlayıram sizə çoxlu-çoxlu. Digər bir suala keçirəm. Universitet hesabına praktikaya xarici ölkələrə getmək olurmu? Bəli, universitet hesabına yox, demək olar Orhun Mübadilə proqramı və Erasmus Plus proqramı universitetimizdə aktiv idi. Erasmus Plus proqramı səhv etmirəmsə ümumiyyətlə yığışılıbdır Azərbaycandan, amma ki Orhun Mübadilə proqramı hələ də aktivdir və sizin xərclərinizi qarşılayaraq göndərir. Məktəbdə keçdiyiniz dərslər, bəzi kitablar və s. orada lazım olurmu? Xeyr. Xeyr. Lazım olmur. Ki, bu universitetin onsuz da siz müəyyən bir baza ilə daxil olursunuz. O balı yığmışsınızsa müəyyən bir bazanız var. Yəni biologiyadan olan bazanız var. Amma belə məktəbdə keçdiyiniz şeylər lazım deyil, yox. Unudun onu. Qarabağda tibb atudan çox olar balı. Xeyr, məncə. Ümumiyyətlə Azərbaycanda ən prestijli tibb təhsili Tibb Universitetindədir. Ümumiyyətlə onsuz da 3 yerdə tibb təhsili var və biri bu il açılıb hələ tələbə qəbul eləməyibdir, yəni. Məsələn, bəzi illər olur ki, Naxçıvanda tibbin balı Bakıdan çox olur, Tibb Universitetindən çox olur. Mən bunu da başa düşürəm və bununla əlaqələndirirəm ki, Naxçıvanda böyüyüb başa çatmış biri müəyyən bal toplayıbdır və deyir, özünüzdə tibb varsa, mən niyə durum Bakıya gedim? Ona görə bəzən bal çox olur Naxçıvanda. Amma düşünmürəm ki, Qarabağ Universitetinin tibb fakültəsinin balı Tibb Universitetindən çox olar. Düşünmürəm bunu. Digər sualı keçirəm. Dırnağa geyimə filan qarşılarmı? Dırnağa geyimə qarşılan yoxdur, xeyr. Bir dənə oxu zalında şortik geyinmək olmaz. Digər belə yox geyimə, dırnağa mədəniyyət çərçivəsindədirsə, heç kim heç nə demir. Ümumiyyətlə, mən dırnağım olmur çox vaxtı. Mən özüm işləyirəm deyə, ya praktikaya gedirəm deyə dırnağım olmur. Amma dırnağa da söz yəni yoxdur, xeyr. Keçirilən dərslər sizi qane edirmi? Müəllimlərin yanaşması, izahı filan. Oxuyan dediyin kimi hər yerdə oxuyur, bir çarə tapır oxumağa. Müəllimlər bəli dərs keçirlər. Bilmirəm, TikTokda da bunu görürəm. Ümumiyyətlə ətrafdakı insanlar da düşünür ki, Tibb Universitetində rüşvət var, Tibb Universitetində dərslər zəif keçirilir. Xeyr, elə bir şey yoxdur. Tibb Universitetində dərslər də keçirilir. Siz oxuyursunuzsa, müəllim oradadır. Siz müəllimdən sualı soruşursunuz. O müəllim də ki, sizə təbii ki, sual izah edir. Sizə sualınızı izah etməyən müəllim də ki, gedin dekanlığa şikayət edin, kafedraya şikayət edin. Elə bir şey yoxdur ki, kimsə də dərs keçməsin. Mən bugünə qədər olan bütün müəllimlərindən demək olar ki, razı qalmışam. İlk dərs günü necə keçir? İlk dərs günü mən universitetə gedəndə ağlaya-ağlaya getmişdim. O qədər xəyalım idi ki, o qapıdan keçmək, o universitetə girmək, ağlaya-ağlaya, hönkürə-hönkürə getmişdim universitetə. Ümumiyyətlə, mən bildiyiniz kimi əvvəllər Bakı Dövlətdə oxumuşam və Tibb Universitetinin qabağından keçəndə hər dəfə mən bir ağlamaq tuturdu, hönkürmək tuturdu. Normalda evdə məsələn hamı bir-birinin təzyiqini ölçürdü, manual təzyiq ölçməyi bizimkilərin hamısı bacarır. Məsələn, mən 10-cu 11-ci sinifdə oxuyanda təzyiq ölçürdüm. Amma mən Bakı Dövlətə girəndən sonra kimsə deyəndə ki, sən bura gəl təzyiqimi ölç. Mənə bir ağlamaq tuturdu ki, mən onsuz da təzyiq ölçən deyiləm. Mən Tibb Universitetinə girməmişəm. Mən kiməm ki, bundan sonra təzyiq ölçüm? Öz-özümə bir havalara girirdim ki, otaqda ağlayırdım. Yəni, Tibb Universitetinə girmək mənim üçün o qədər böyük bir xəyal idi. Ona görə çox sevinə-sevinə getmişdim. Qrup yoldaşlarımızla onsuz da əvvəlcədən WhatsApp qrupumuz var idi. Oradan danışırdıq bir-birimizlə. Dekanlıqdan qeydiyyata gedəndə nömrələri qeyd edirlər, səhv etmirəmsə. Dekanlıqdan qrup açmışdılar. Sonra biz dekanlıq nümayəndələrindən xaric başqa da qrup açmışdıq Patokla. Orada hərə öz qrup yoldaşlarını tapmışdı. Belə-belə öz qrup yoldaşlarımızı əslində universitet başlamamışdan tanıyırdıq. Və orientasiya günündə də bir-birimizlə tanış olmuşduq. Və universitet açılana qədər də hər gün danışırdıq WhatsAppdan. Qrup yoldaşlarımı çox sevirəm. Ürəklər buradan sizə. Demək olar ki, hamısı ilə də yaxşı yola gedirdik. Şükür. Universitetin ilk günündə dediyim kimi xalat gətirsəniz, özünüzlə su gətirin, çox belə abartılı giyin. Bununla bağlı da suallar var, ona görə danışmaq istəyirəm. Çox belə abartılı geyinməyinizə ehtiyac yoxdur, özünüzü necə rahat hiss edirsiniz. T-shirt, bir şal var, rahat bir krasovka, belə
rahat gəlin universitetə. Çünki sizi yargılayacaq heç kim yoxdur. Hamı onsuz da həyəcanlıdır, hamı özü ilə məşğuldur, narahat olmayın. Belə. Keçirəm digər suallara. Alman dilindən neçənci kursdan başlamaq məsləhətdir? Məsləhət gördüyünüz alman dili kursu varmı? Siz alman dilindən hansı kursa gedirdiniz? Bəli, mən alman dilindən kursa gedirdim. A2 səviyyəsini bitirib çıxdım kursdan. Çünki digər problemlər var idi. Mən bunları ümid edirəm başqa bir videoda sizinlə bölüşərəm. Alman dilinə gedəcəm, amma hələ ki getmə ehtiyacı duymuram. Hələ önümdə bir məsafə, bir vaxt bölgüsü var ki, həmin vaxtda alman dilinə hazırlaşacağam. Alman dilinə mən Lernturm kursuna gedirdim. Çox razı idim. Sənə məsləhət görərdim. Bir nəfər mənim YouTube videomun yorumlarına yazmış ki, filan kursa getməyin, çox pisdir, filan kursun adını çəkmək istəmirəm. Yəni, mən də o kursa getməmişəm. Amma dediyim kimi, mənim rəfiqələrimdən, ətrafımda olan insanlardan çoxu tərifləyirdi Lernturmu. Elçin müəllim, Təbriz müəllim, Lətif müəllim Lernturmda. Digər müəllimlər də var, yəni mənim tanıdıqlarım bunlardır. Mən özüm də Elçin müəllimin yanına gedirdim. Çox yaxşı, super. Digər bir suala keçirəm. Praktika neçənci kursdan başlayır? Yəni xəstəxanalara neçənci kursdan göndərirlər? Praktika dediyiniz yay tətilində siz istədiyiniz kimi praktikaya gedə bilərsiniz. Birinci kursdan belə yay tətilində praktikaya gedənlər var, yəni tanışlarımdan var idi. Siz də gedə bilərsiniz. Amma universitetdə praktika nə vaxt başlayır desəniz, siz preklinik fənləri bitirdikdən sonra, yəni 3-cü kursdan sonra 4, 5, 6-cı kursu tədris cərrahiyyə klinikasında keçirsiniz fənlərinin çoxunu. Demək olar ki, %90-ını və digər klinikalarda, poliklinikalarda keçirsiniz və həmin vaxtı əslində bu sizin üçün bir praktikada sayılır, xəstəxanalara getdiyiniz üçün. O da müəllimlərdən asılıdır əslində, tam praktikaya aparmaq, xəstəni göstərmək, ya xəstə varsa, yəni o göstərirlər, yəni müəllimlər sağ olsunlar, hamısı çox yaxşıdır. Siz istədiyiniz kimi yay tətilində gedə bilərsiniz praktikaya. Sonra yenə belə tipdə suallar var. Neçənci kursdan başlayaraq yay aylarında praktikalara gedə bilirsiniz? Dediyim kimi, istədiyiniz vaxt gedə bilərsiniz. Yay aylarında xarici ölkələrə universitet hesabına praktikaya getmək olurmu? Universitet hesabına xeyr, mübadilə proqramları ilə gedə bilərsiniz. Dediyim kimi, o da ki, maraqlanmaq lazımdır. Mübadilə proqramlarını dekanlıq sizinlə paylaşır. Bunun üçün narahat olmayın. Ya da ki, belə Azər MDS-lə də getmək olur. Könüllü olmağa çalışın, daha aktiv tələbə olmağa çalışsanız, mübadilə proqramı tapacaqsınız mütləq ki. Ümumiyyətlə, xarici açılmaq baxımından necə qiymətləndirərsiniz ATU-nu? Tibb universitetində təhsil almış və hal-hazırda Almaniyada rezidentura təhsilini davam etdirən sonsuz sayda tələbələrimiz var. Həmçinin Türkiyədə davam etdirən tələbələrimiz var. Amerikada, İngiltərədə davam etdirən tələbələrimiz var. Bu da təbii ki, sizin özünüzdən, savad səviyyənizdən asılıdır. Və bunların hərəsi ayrı-ayrı imtahanlarla qəbul etdiyi üçün yenə də sizin özünüzdən asılıdır. Universitetdəki klublar barədə nə düşünürsünüz? Nəyəsə faydası var? Mən klubların heç birində abunə deyiləm deyəcəkdim, subscription. Klubların heç birində iştirak etmirəm. Yəni, maraqlı klublar var, teatr klubu, məsələn, mənim üçün ən maraqlısıdır. Maraqlı klublar var, amma bu haqda sizə tam məlumat verə bilməyəcəm. Aktiv tələbə olmaq istəyirsinizsə, bəli, klublara türklər demiş, üyə ola bilərsiniz. Rezidenturada inanmıram, amma yəni, digər ixtisaslarda oxusanız, məsələn, əczaçılıq oxusanız, bu public health oxusanız, bunlarda magistratura üçün xarici müraciət etdikdə, bəli, sizə lazım ola bilər. Gündə neçə saat dərs oxumaq sizə kifayət edir. O da sizdən asılıdır. Əgər savadlı tələbə olmaq istəyirsinizsə, gündə, mən inanmıram ki, kimsə oturur, gündə 4 saat, 5 saat dərs oxuyur, xeyr. Hamı başlayır 4-cü kursdan TUS kurslarına getməyə, elə oxuyurlar, ya da ki, alman dilinə hazırlaşırlar, belə oxuyurlar, yəni. Bir də ki, gündəlik dərslərdə təbii ki, müəllimlər soruşduqca cavab vermək üçün oxuyursunuz, belə.
günü-gününə dərs oxumusunuzsa, imtahan ərəfəsində sizin üçün asan olur. Hər universitetdə olduğu kimi bizim universitetdə də ETS elektron təhsil sistemli səhv etmirəmsə açılışı belə bir saytımız var. Bu saytda nümunə suallar yerləşdirilir və nümunə suallara uyğun imtahana hazırlaşırıq. Belə. Xarici dilimizi inkişaf etdirmək üçün tövsiyə edə biləcəyiniz kurs varmı? Xarici dil hansından danışırsınız? Alman dilindən dediyim kimi Learn-to-Room-u mən çox bəyənirdim. İngilis dilindən isə tövsiyə edirəm ki, ilk olaraq özünüz bir səviyyəyə gəlməyə çalışın. Məsələn, B1-ə özünüz gələ bilərsiniz. YouTube'dan, kinolardan, TikTok'dan, adi TikTok'dan. Mənim ingilis dili səviyyəm deyə bilmərəm ki, super idi. Amma mən ingilis dilində TikTok'a baxmaqdan mənim ingilis dili səviyyəm əməlli inkişaf edibdir. Və uşaq vaxtından bəri, uşaq vaxtından dedim 9-da 10-da oxuyandan bəri Taylor Swift dinləmək biraz, o tam ərgənlik, tam o yeniyetmə çağına keçəndə açığı çox qulaq asırdım onlara, deyə bilmərəm. İngilis dilində olan bir özünüzə məşğuliyyət tapsanız, İngilis diliniz inkişaf etdirəsiniz. Məsələn, mənim Harry Styles, One Direction heyranlığım mənim ingilis dilimi çox inkişaf etdirdi. Harry Styles. Sağ ol. DM'dən əlaqə yarada bilərik. Bu arada tanıdığınız şəxslərdən mübadilə proqramına qəbul olan olubmu? Bəli, mənim xalam qızları mübadilə proqramı ilə Biruni Universitetində, Türkiyənin Biruni Universitetində yay mübadilə proqramına qəbul almışlar və bir yaylarını orada keçirdilər, çox məmnun idilər. Dediyim kimi, universitet bizə bu şansları tanıyır. Sadəcə siz aktiv tələbə olmalısınız, çalışqan tələbə olmalısınız, ortalamanız yaxşı olmalıdır ki, siz bu şanslardan istifadə edə biləsiniz. Digər bir suala keçirəm. Universitetdə dərs keyfiyyəti necədir sizcə? Çox eşidirəm ki, köhnə mənbələrdən istifadə olunur, düzdürmü? Özünüz xarici mənbələrdən oxuyursunuz. Açığım desəm, birinci kursda oxuyanda çoxlu xarici mənbələr almışam. Lakin bunların hamısını saxlamışam rezidenturaya. İndi də oxuyuram, arada da nəsə mənə aydın olmayanda açıb xarici mənbələrdən oxuyuram. Amma belə çox ehtiyac qalmır. Çünki öz kitabımızda nə varsa imtahana da o düşür. Ümumiyyətlə, dərsin keyfiyyəti o da sizdən asılıdır. Sizin qrupunuzdan asılıdır. Əgər sizin qrupunuz biraz deyib güləndirsə, çox deyib gülən, yəni həddindən artıq çox deyib güləndirsə, müəllimlər belə sizi ipə sapa gətirə bilmirsə, onda yəni orada dərsin keyfiyyəti olmayacaq. Lakin hamı dərs oxumağa meyillidirsə, bəli, müəllimlərin hamısı dərs keçməyə meyillidirlər. Müəllimlərin hamısı sizə dərs eləmək istəyir ki, siz sakit oturasınız. Köhnə mənbələrdən istifadə olunmağı açığı əvvəllər düz idi. Lakin indi get-gedə bütün mənbələrimiz yenilənir, kitablar yenilənir. Hətta normal fiziologiyadan belə yeni kitab çıxıbdı. Yəni nə istəyirsiniz? Biz Sudakov oxumuşduq vaxtında. Keçmək istəyirəm digər bir suala. Kamera dəyişikliyinə getdi, ümid edirəm hiss olunmur. Mənim fakir iPhone 11'im getdi, bayıldı. Digər bir sual belə idi ki, Tibb Universitetinin klinikaları haqqındaydı. Tədris cərrahiyyə, terapevtik klinika, ümumiyyətlə digər dərslər hansı klinikalarda keçirilir və siz yarım saatlıq tənəffüsdə çata bilirsinizmi? Açığı yarım saatlıq tənəffüs yox, ümumiyyətlə dərsə çata bilirsinizmi? Belə idi sual. Bəli, dərsə çata bilirik, çünki tənəffüsümüz yarım saatdır. Ümumiyyətlə 5-10 dəqiqə gecikməndə, yəni göz yumurlar buna, sağ olsunlar. Çünki bilirlər ki, məsələn, universitetdə olan dərsə biri durub yasamaldakı poliklinikaya tutaq dərsə gedəcəksə, onda avtobusla gəlsə çatdırmayacaq təbii ki, yarım saata. Elə universitetin özündən çıxmaq, getmək uzun çəkir. Kofe molası. İçdin sən də. Davam eləyək. Digər bir sual isə bununla bağlı idi ki, qrup yoldaşlarının ilk gündə necə davranaq, hamı ilə dost olmağa mı çalışaq? Ümumiyyətlə, qrup yoldaşlarımı çox sevirəm. Hər şeyə yaxşıdırlar, sağ olsunlar. Amma sizə tövsiyəm budur ki, hamı ilə səmimi olmağa çalışmayın. Zaman keçdikcə onsuz da hamının üzün görürsünüz, iç üzün görürsünüz deyə münasibətiniz pisə ya da yaxşıya doğru gedə bilir. Mən özüm ümumiyyətlə ilk dəfədən hamı ilə səmimiyyət qurmağa çalışan biri olsam belə öz qrup yoldaşlarımdan birinci kursun ikinci semestrindən sonra yaxından tanış olmuşuq, belə münasibət qurmuşuq. İndiki ən yaxın rəfiqələrimlə birinci kursun birinci semestri belə salam sağolumuz vardı. Çox danışmırdıq, yəni bir yerdə takılmırdıq, türkülər demiş. Sonradan yavaş-yavaş münasibətimiz yaranmağa başladı. Sonradan hətta iş yoldaşı olduq. Onlar artıq bizə gəlirlər, gedirlər.
münasibətimiz belədir hamımızın. Siz ilk dəfədən hamıya güvənməyin, yəni. Ümumiyyətlə, qrup yoldaşları, dostlarla bağlı sizə böyük bacı tövsiyəsi vermək istəyirəm. Ev yoldaşındır, otaq yoldaşındır, qrup yoldaşındır, heç kimə güvən yoxdur, xüsusilə Bakıya yeni gəlmisinizsə, ya heç Bakıya yeni gəlmək bir qırağa dursun. Yeni məktəbdən məzun olmuşsunuzsa, özünüzü düşünürsünüz ki, yeni dost çevrəsi quracağam filan, heç kimə güvən yoxdur. Digər bir sual isə stipendiyalarla bağlı idi. Stipendiyalar artıq təbrik edirəm hamınızı səmimi qəlbdən. Mən ilk dəfə stipendiya almağa başlayanda adi stipendiya 75 manat idi. İndi isə əlaçı stipendiyası alıram. Adi stipendiyaya 110, zərbəçi stipendiyası 160 və əlaçı stipendiyası 200 manat təşkil edir. Çox sevinirəm. Digər bir sualımız belədir ki, medblogerlərin hamısında iPad var. Universitetdə planşet, iPad önəmlidirmi? Xeyr. Mənim iPad-im yoxdur, çünki ona o qədər pul vermək istəmədim açığı. Özüm iPhone işlədirəm. Planşetim isə budur. Honordur, səhv edirəm. Honordur. Çox uyğun qiymətli bir planşetdir və istifadə edirəm. Yaxşıdır. İmtahanlarda PDF oxumaqda kömək eləyir mənə. Xoşum gəlir. Yəni sizə tövsiyə edirəm ki, durub iPad-ə külli miqdarda pul saymayasınız. Çünki bu da eyni funksiyanı yerinə yetirir. Və plus Android bir şeyinizin olmağı yaxşıdır. APK-ları yükləmək üçün Android bir şeyin olmağı yaxşıdır. Apple-da yükləmək olmur. Bir də ki, alabilirsiniz, yaxşı bir notebook işinizə yarayar. Mən planşet istifadə edirəm, notebook da evdə var deyə. Yəni, başqa bir notebook almağa ehtiyacı duymadım. Yəni, kifayətdir evdəki notebook. Və digər bir sualımıza keçmək istəyirəm. Bu sualda isə deyək ki, rezidentura imtahanı vacibdirmi? Bəli, vacibdir. Əgər bir sahədə ixtisaslaşmaq istəyirsinizsə, məsələn, nevroloq olmaq istəyirsinizsə, təbii ki, vacibdir. Tibb təhsili aldıqdan sonra tibb fakültəsini, müalicə işi bildiyimiz fakültəni bitirdikdən sonra siz sadəcə acil həkim ola bilirsiniz. Stomatologiyada rezidentura oxumasanız da stomatoloq kimi işləyə bilirsiniz. Ona görə stomatologiya Tibb Universitetində ən çox sevdiyim fakültə, ən çox sevdiyim ixtisas və oxumağa ən dəyər olan ixtisas düşünürəm ki, stomatologiyadır. Birinci yerdə stomatologiya. İsə burada ikinci təhsildən də çoxlu suallar var. Mən özüm də bilirsiniz, ikinci təhsil həvəskarı, ikinci təhsil fanatı olaraq suallara cavablamaq istədim ki, ümumi cavab verim ki, ikinci təhsil olaraq stomatologiya oxumağınız məsləhətdir. Niyə? Çünki 5 ildir təhsil və 5 ildən sonra siz artıq həkimsiniz, gedib klinikanızı aça bilərsiniz ya da klinikaların birində həkim kimi fəaliyyətinizi göstərə bilərsiniz. Amma tibb oxumaq belədir ki, tibbdə rezidentura oxunmasan, ancaq dediyim kimi təcili yardım həkimi kimi işləmək olur. Digər bir sualımız isə Tibb Universitetində oxuya-oxuya tələbə olarkən işləməklə bağlıdır. Tələbə olaraq, bəli, 4-cü kursdan sonra rəsmi olaraq tibb bacısı kimi işləyə bilərsiniz. Xəstəxanalara CV-nizi göndərib müraciət edirsiniz və demək olar ki, özəl xəstəxanaların çoxu qəbul edir. Sadəcə ilk dəfədən ola bilər ki, qəbul etməsinlər. Siz bir neçə dəfə gedib gəlsəniz, xahiş edirsiniz filan. İlk olaraq praktikaya götürürlər. 3 ay, 2 ay belə praktika müddəti olur. Sonra isə işlə təmin oluna bilərsiniz və həmçinin təbib imkanlar sağlayır sizin işləməyiniz üçün. Təbibin kursları olur. Bu kurslarda iştirak edirsiniz, sonra imtahan verirsiniz və xəstəxanalarda işləyə bilərsiniz. Belə də işləyən çoxlu tanışım var. Bu təbiblə bağlı olan suallara CrazyMed29 akkauntuna da bura qeyd eləyərəm. Instagramda yazıb soruşa bilərsiniz. Mənim xalam qızıdır və özü təbib sayəsində işləyir dövlət xəstəxanalarının birində. Ondan soruşa bilərsiniz. Ümid edirəm ki, suallarınızın hamısına cavab tapdınız.